Fəal vətəndaş olmaq lazımdır. Təşkilatlanmaq lazımdır. Həqiqətin arxasında durmaq lazımdır. Özümüz üçün təlqin eləməliyik. İnsan özü şəkilləndirə bilər. Özünüzü qorxaq kimi də, cəsur kimi də formalaşdıra bilərsiniz. Özünüzə təlqin eləməlisiniz. Millət olaraq özümüzə təlqin eləməliyik. Mən şəxsən bunu edirəm. Bir dəfə müsahibələrin birində deyildi ki, yaxşı deyirsiniz ki, müavinlər, məqsədlər, müşavirlər, pasport yox, qərargah yox, Qayının 7 ildə həbsdə, oğlun həbs olundu, vaxtı ilə, əmin oğlu həbs olundu, başqa ailə özlərlə bunlar var, özün də hər zaman həbs oluna bilərsən. Bu günlərdə də məlum oldu. Bəs mən şəxsən hardan alıram bu cəsarəti? Bax, bu hökumətdən niyə mən qorxuram? Çünki mən Şimali Koreya vətəndaşı olmadan daha çox qorxuram. Mən Şimali Koreya vətəndaşı olub yaşamaq istəmirəm. Mən Türkmenistan vətəndaşı olub yaşamaq istəmirəm. Mən Türkmenistan vətəndaşı olub 90 il yaşamaqdandısa, mən həyatımın qalan hissəsini bu ölkəmin xilasına həsr edib, nə qədər Allah qismət verirsə, o qədəri yaşayaram. Amma mən bilirəm ki, mən azad adamam. Mən qul edilməmişəm. Mən özmə rəva bildiyimi sizlərə rəva bilirəm. Mən özmə rəva bilmədiyimi heç kimə rəva bilmərəm. Özümə bu qərarı vermişəm, ona görə də sizə də xahiş edirəm, sizə də müraciət edirəm ki, bəli, biz özümüz qərar verməliyik. Nə qədər biz utanmalıyıq axı? Monqolistandan utan, Qırğızıstandan utan, Gürcüdən utan, Ermənidən utan, Moldavandan utan, Ukraynalıdan utan. Nə qədər utanmalıyıq axı biz? İndi Özbekistandan utan, hamı bizi utandırır. Biz niyə bu cür belə geniş görüşlü babaların övladları ola bu vəziyyətimizlə niyə biz barışmalıyıq axı? Biz özümüzə bu həqarəti niyə icazə verməliyik axı? Bax, bu sualı hər kəs özünə verməlidir. Siyasətə qarışırsan, qarışmırsan, qarışma. Amma vətəndaş və insan olmaq hamımızın haqqıdır. Bugün yaşadığımız məhrumiyyətlər sabah hər birimizin övladının qapısını döyə bilər. Hər birimizin. Ona görə də əziz həmvətənlər, ən əsası hansı yolu seçirsiniz seçin. Özünüz üçün təlqin edin ki, bu ölkə dəyişməlidir və bu ölkənin dəyişməsində mənim də balaca da olsa rolum olmalıdır. Mən vətəndaş olmalıyam. Mən axşam yatanda özümə bu günün hesabatını verəndə, əgər inanclısansa Allah qarşısında hesabat verəndə, heç olmasa 2 cümlə tapıb deyə bilməliyəm ki, mən filan haqsızlığa etiraz elədim, filan imkansızın ehtiyacını ən az ödeyə bilmədimsə dilimə gətirdim, ona yardım elədim, zalimin qarşısında susmadım, mən bu ölkə üçün nəsə elədim, mən azad olmaq üçün nəsə elədim, mən insanam, mənim özümə hörmətim olmalıdır. Bunu biz hər birimiz özümüzə deyə bilməliyik.